Bugünkü avtomobilimiz Tuareg. Yılı nədən mi buna? 12. Həmi bizə Ağzabadda müraciət edib. Bizə zəng vurmuşdu hardasa bir 15 gün bundan qabaq. Biz də bura gəlməsini eşitməsək görmürdük. Dedik dayı çox uzaqdır. Tərtərdə bir dostumuz var. Yolladıq ora. Orada sistemi yuyuldu. Sadəcə orada baxıldı ki bu dövrəyə nasosunda problem var, işləmir. Gəldi biz də dəyişdik. Dəqiqləşdirdik, dövrəyə nasosunu dəyişdik. Avtomobilin peçi işləyir. Dəyişilmə prosesi arxada olur, bilməyənlər bilsin. Hal-hazırda da avtomobilimizin peçinin istiliyi 67, o bir tərəfdə daha çox olur. Əla. Arxa bagajın zamoku da xarab idi, onu da dəyişdik. Hazırdır. Şöyle